Deməli müəllimlər, indi davam eləyirik, arada kəsildi. Dedik ki, deməli oduncaq yonqarlı lövhələr xırdalanmış oduncaq tullantılarını yapışdırmaq və presləmək yolu ilə istehsal olunur. Deməli, bax, OYL-nin hazırlanmasında əsas olaraq ağac emalı sənayesinin tullantıları, eləcə də kəpək, yonqar, talaşa götürülür. Bax, ağac emalı sənayesinin tullantıları, yonqar, kəpək, talaşa. Bunlardan istifadə olunur. Buna görə də, yəni ki, bunlar rütubətdən qorxurlar da. Məsəl üçün, xarrat lövhəsi əsas hissəsi ağacdandır deyənə, ağac qırıntılarından deyək, ağac hissələrindən. Ona görə o qədər də rütubətdən qorxmur. Amma bunlar yonqardır, ağac emal sənayesi tullantısıdır, kəpəkdir, talaşadır. Bunlar bir balaca rütubət olan kimi şişir, çatlayır, formasını itirir, əyilir. Deməli, xam malın hazırlanmasında hazır materialın keyfiyyət göstəricisini yaxşılaşdırmaq üçün müxtəlif növ ağac yonqarları qatışdırılır. Yəni, müxtəlif növ ağac yonqarlarından istifadə edirlər ki, hazır olacaq o OYL-nin keyfiyyəti yaxşı olsun. Deməli, lazımi sıxlıqda OYL əldə etmək üçün xam malın maksimum eyni tərkibində olmasına çalışmaq lazımdır. Eyni tərkibdə. Yəni, sıx olması üçün, keyfiyyətini yaxşılaşdırmaq üçün müxtəlif növ ağac yonqarından istifadə olunur. Amma tərkib olaraq eyni olmasını, yəni ki, eləmək lazımdır. Sıx olması üçün çalışmaq lazımdır. Buna görə də kəpəyi, talaşanı, yonqarı əlavə olaraq lazımi kondensasiya qədər doğrayırlar və xırdalayırlar. Kondensasiya norma və standart. Deməli, yaxşı sıxılması üçün o doğranan zaman o kəpəkdir, talaşadır. Eyni boy, eyni tərkibdə, yəni eyni boyda olmalıdır ki, yaxşı preslənsin, sıxılsın. Bundan sonra xam mal qurudulur. Xam malın qurudulması oduncaq hissələrinin rütubətdən xilas olmasına imkan verir. Yəni, rütubət çıxır da quruyaraq. Bu isə onların yapışqanla daha keyfiyyətli quraşdırılmasına imkan yaradır. Nə qədər yəni ki, quru olsa xam mal, o qədər yapışqan daha yaxşı tutar, orada nəm olmaz. Bundan sonra xam malı yapışqan tərkiblə əsaslı surətdə qarışdıraraq lövhələrin formalaşdırılması üçün hazır kütlə əldə edilir. Deməli, bu xam mal, oxantı deyək də, qurudulur, sonra yapışqan qatılır. Həmin hazır kütlə halına gəlir. OYL-nin formalaşdırılması da belə baş verir. Deməli, o hazır yapışqanlı kütlə lazımi endə hərəkətli lentə tökülür. Yəni, o kütləni yayırlar o hərəkətli lentə. Bundan sonra temperatur rejiminə ciddi əməl olunmaqla lazımi qalınlıqda preslənir. Yəni ki, onun qalınlığı, məsəl üçün 5-lik deyirlər, 3-lik deyirlər o OYL-ni də. Nə qədər qalınlıq eləmək lazımdırsa, həmin qalınlıqda da istilik verilərək preslənir. Sonda hazır oduncaq yonqarlı lövhə lazımi uzunluqda kəsilir və təzədən bir də qurudulur. Bu oldu OYL-nin hazırlanma şeyi. Bax, OYL-lər bir tərəfdən və yaxud iki tərəfdən də üzlənmiş ola bilər. Yəni, üzdü də ola bilər, üzdənməmiş də ola bilər. Məsəl üçün, alıb bəzən pollara vururlar. Üstünə kraska çəkməsən, üzdüyü yox idi, axı oxalanıb gedir. Deməli, bir tərəfi üzdənmiş də ola bilər, iki tərəfdən üzdənmiş də ola bilər. Ümumiyyətlə, heç üzdənməmiş də ola bilər. Deməli, OY-ləri, yəni soyulmuş şponla, sintetik qətran obdurulmuş kağızla, sintetik təbəqə ilə üzləyirlər. Şpon da vura bilərlər, soyulmuş şpon. Qətran obdurulmuş kağız da vura bilərlər. Bir də nə vura bilərlər? Nazik təbəqə də üzləyə bilərlər. Deməli, sənayedə laminə edilmiş və kaşirlənmiş OY-lər istehsal olunur. İndi baxarıq, görək, laminə edilmiş nədir, kaşirləmə nədir? Bax, indi baxırıq. Bax, laminə ilə kaşirləmə. Laminənin ingilis dilində mənası laylara ayırma, açma, təbəqələrə ayırma. Bax, laminəni ingiliscə tərcüməsidir. Kaşirləmədə isə almanca kağız yapışdırmaqdır. Amma indi onun hazırlanma qaydasında baxacağıq ki, əksinədir, tənasüb kimidir. Bax, laminəmədə nə deyir? Bax, burada kağız yapışdırma deyir kaşirləmədə. Amma bax, burada laminəmədə nə deyir? Deyir ki, lövhə, baxaq,
Bax, burada deyir ki, deməli, lövhə səthlərinin qətran hopdurulmuş nazik pərdəli kağızla örtülmə prosesidir, laminəmə. Amma burada nə deyir? Deyir ki, ingilis dilindən mənasını soruşsa, laylara ayrılma, açma, təbəqələrə ayırma. Bax, testdə qarışdırmayın. Ümumilikdə sözün mənasını soruşsa, amma necə hazırlanır desə, deyirik ki, lövhə səthlərinin qətran hopdurulmuş nazik pərdəli kağızla örtülmə prosesidir. Kağızla örtülmə prosesi desə, laminələmə. Yəni ki, onun hazırlanma qaydası. Amma ümumilikdə laminəmənin mənası nədir? İngiliscədən tərcümədə laylara ayrılma, açma, təbəqələrə ayırma. Bax, burada kağız sözü var. Bu tərcümə ilə bu kaşirləmənin kağızını qarışdırmayın. İndi baxaq. Bax, böyük təzyiq və temperaturda kompleks təsiri nəticəsində nazik pərdəli kağız, bax, burada da kağız deyir, bax, kağız var laminəmədə. Kağız səthə yapışır. Deməli, temperatur da burada nə qədərdir? Yüksəkdir. 140-210. 140-210 dərəcə temperaturda laminəmə işi icra olunur. İndi baxırıq kaşirləməyə. Bax, kaşirləmə deyir ki, bərk nazik təbəqənin oduncaq yonqarlı lövhəyə preslənməsidir. Bax, bərk nazik təbəqə. Bax, burada da görürsünüz təbəqələrə ayırma nəyin yanındadır? Laminəmənin, laylara ayırma. Bax, laminəmənin mənasını soruşsa, sözün mənası. Laylara ayırma, açma, təbəqələrə ayırma. Kaşirləmə sözünün mənasını soruşsa, kağız yapışdırmaq. Amma ki, desə ki, kaşirləmə işi necə icra olunur, onda deyəcək ki, nazik təbəqənin oduncaq yonqarlı lövhəyə preslənməsi. Yəni, qalın bir, nazik bir təbəqə olur, kağızdan olmur da, təbəqə material olur. O neynir? Oduncaq yonqarlı lövhəyə preslənir. Bu zaman lövhənin bütün səthinə yapışqan təbəqəsi çəkilir və bu təbəqəyə bərk dekorativ təbəqə preslənir. OYL-nin kaşirləmə prosesi laminəməyə nisbətən daha yumşaq şəraitdə, yəni nisbətən aşağı temperaturda, təzyiqdə həyata keçirilir. Bax, laminəmədə 140-210 dərəcə Selsi idi, amma kaşirləmədə nisbətən ondan aşağıdır. 120-150 dərəcə Selsidə həyata keçirilir. Ev şəraitində üzlənmiş OYL-nin səthini çox asanlıqla üzlənməmişi çox asanlıqla üzləmək olar ev şəraitində. Bunun da iki üsulu mövcud. Səthi lak boya materialı ilə örtmək, yəni ki, çox adam lak vurur, boya vurur həmin o OYL-yə. Və yaxud da səthi kağız təbəqə və yaxud şpon yapışdırmaq. İndi baxaq görək bu kağız təbəqə ilə şpon necə yapışdırılır? Burada üsulu verilibdir. Deməli, bax, burada görürsünüz, ütüdən istifadə ediblər. Deməli, kağız və şpon təbəqənin yapışdırma texnologiyası eynidir. Yəni, hamıya məlumdur. Lakin OYL-nin səthini və ya kənarını şponla üzlədikdə ütü və ya fendən istifadə edilir. Deməli, ev şəraitində nədən istifadə olunur? Ütü və fendən.